Hər vaxtınız xeyir olsun, əziz dostlar, hörmətli izləyicilər. Xırdalıda mərkəzdəyik, Düz Parkın yanında gözəl belə bir mənzil sizə təqdim eləməyə gəlmişik. Ümumi sahəsi 220 kvadrat metrdir. İki mənzilin birləşməsidir burada. Bax, bura belə deyək də, bir otaqdır, mətbəx studiyadır. Gəlin zəhmət olmasa göstərin. Bax, bu yer döşəməsi təmiz mərmərdir, hörmətli izləyicilər. Yəni, burada ən bahalı, belə deyək də, tikinti mallarından istifadə olunur. Bax, bu gördüyünüz arkalar var ha. Bunların hamısı gipslə, yəni əl işidir. Yəni o dekor, plasmas dekorlardan deyil. Pol təmiz mərmərdir. Yəni ki, bunun bir dənə qəşəng şlifovkasına ehtiyacı var. Belə deyək də, par-par parıldayacaq. Taxtalardır həmçinin. Naturalni şabalıd ağacındandır. Elektrik sistemi, baxın, hamısı orijinal Panasonicdir. Və bütün incə detallar da burada nəzərə alınıbdır. Skvaznoydu mənzilimiz. Bir dənə buradan panoramanı göstərək. Bax, Sumqayıt yolundadır buradan panoraması. Bu hissədən panoraması Sumqayıt yolundadır. Bax, belə bir mənzərəsi var. Buradan Pramoy panorama Ceyranbatan gölünədir. Buradan görsənə də. Elə. Buradan zəhmət olmasa göstərin. Bax, Ceyranbatan gölünü göstər. Xırdalanda mərkəzdə ev axtarırsa, mənzil axtarırsa, bu mənzili əldən verməyin. Yəni, qiyməti də sonda deyəcəm. Axıra kimi baxın, qiyməti deyəcəm. Bax, buradan başlayaq elə. Qonaq otağını gördünüz. Bax, bura sanitar qovşağıdır. 2 dənə sanitar qovşağı var. Və hər sanitar qovşağın üstündə patologda. Bax, bu patologda 1 tonluq su çəni var. Özdə Piçevoy da, o da Alman firmasıdır. Bax, bura giriş hissəsidir, hörmətli izləyicilər. Bax, bura giriş hissəsidir. Burada əlavə qapı da qoyulur. Bax, gördüyünüz kimi. Bura giriş hissəsidir. Belə deyək də, axırda hamısını izah eləyəcəm otaq elimi. 2 dənə yataq otağı buradadır, bir dənə də yataq otağı oradadır. Orada yataq otağının içində spalnisi də var. Gəl, birinci bu otağı göstərək. Bax, gördüyünüz kimi, qapıların hamısı dediyim kimi təmiz şabalıd ağacındandır. Bax, bu polkalar falan hamısı. Yəni ki, bu evdə bir dənə də özəlliyi var. Bir dənə parkı da göstərin, zəhmət olmasa. Parkın panoramasına baxın. Bu evin bir dənə də özəlliyi odur ki, yəni ki, şəxsi təmir olunmuş mənzildir. Bugünkü gün, yəni kim istəsə maraqlansa, qiyməti də yuxarıdır, 220 kvadratda bilirsiniz də. Yəni, real satış qiyməti qoyulub, bura artıq qiymət qoyulmayıb. Yəni, bugünkü gün buranı təmir eləsəz, elə 200-250 min öz xərciniz çıxacaq. Və bir şey də qeyd edeyim, bax, görürsünüz, hər otaqda, bax, televizor üçün adcelni. Bax, bütün otaqlarda var. İnternet üçündə 2 dənə şəbəkədir və istəsəz kondisioner üçün blok da qoyulur. Yəni, bütün otaqlarda bunlar var ha, bütün otaqlarda. Dediyim kimi, bax, təmiz şabalıd ağacıdır. Plus, qapıların hamısının da üstündə aqran kiçili var. Onu da göstərəcəm. Bu nəyi qoyublar, bu nə üçündür, belə deyək də. Qapını açanda skvaznik olmasın deyə bundan istifadə edirsən. Keçək ikinci yataq otağını da göstərək, təqdim edək. Keç göstərin. Buradan da balkona çıxışı var. Burada da dediyim kimi. Və isti polu, isti döşəməsi, yəni belə deyək də, o da Alman istehsalıdır, hamısı trubaları. Və özəlliyi nədir? Bir dənə birləşmə yoxdur da, belə deyək də. Hamısı adcelni çəkilir. Ayrı-ayrılıqda çəkilibdir. Burada deyim ki, tok sistemidir, poldur, patologdur, adi divarlardır, hamısı naturalni daşlandır. Yəni, bir şey də qeyd eləyək, bu pəncərlər var ha. Pəncərlərimiz də hamısı Alman istehsalıdır. Hamısının loqaları var burada, baxın. Hamısı bilinir. Brota firmasıdır. Yəni, hamısı elə. Bir dənə özəlliyi odur ki, bu mənzilin, buyurun, keçin. Mənzilin, bax, bu plastik pəncərlər var ha. Rota dedim, bir də Venadır. Vena yazılmışdır. Bunların özəlliyi nədir? Onu axırda göstərərik. Yəni, buranı da göstərək. Buranı göstərmişdik də biz. Bu, belə deyək də, plastik pəncərlər səs, zat, heç nə keçirmir. Bayırda elə bir külək var. Bayaqlar çıxanda gördünüz də küləyi. Yəqin ki, videoda düşür bu səsi. Evdə görürsünüz necə sakitçiliyi var. Yəni, milçə yutsa işiləcək. Yəni, yer də elə də, hamısı o mərmər altı qəşəng izolyasiya olunub. Yəni, istəyirsən burada polu hamısını şvabra ilə, su ilə yox, yəni heç bir su keçməyəcək qonşu. Yəni, aşağıdakı qonşu şikayətə gəlməyəcək. Bir dənə də özəlliyi deyimsə, istəsəz bu mənzili 2 yerə də bölə bilərsiniz.
Bax, iki mənzilin birləşməsi deyildim, ona görə buranı axıra saxladım. Bu qapı çıxır buradan, bura bir dənə qəşəng şkaf yığılır. Bu olur atcelli giriş, düzdürmü? Gəlin bura. Bax, buradan qapı açılır, koridordan qapı açılır. Bura olur giriş hissəsi evin, mənzilimizin giriş hissəsi. Bura olur bir otaq. Buranı da buradan bir dənə atcelli bir dənə kəsirsən, o qapı da qoyulur bura. Buradan bir dənə qapı açılır, hörmətli izləyicilər. Ora olur mətbəx, studiya. Bax, burada da sanitar qovşaq var. Burada da dediyim kimi su çəni var patologunda, 2 tonlu. Bu da Alman firmasıdır, pişivoydur. Pişivoy bakla, yəni təmin olunubdur. Buradan da balkona çıxışı var. Balkona çıxışı var. Bax, görürsünüz. Buradan da balkona çıxışı var. Bunu açmaq da olar. Açar göstərək. Bir dənə zəhmət olmasa buranı da göstərim. 220 kvadrat metrdir sahəsi. Əladır, yəni şəxsi təmin olunub. Gir yaşa mənzildir. Kombisində kimi var? Kombisi o birisi balkondaydı. O bayaqları çıxdıq göstərdik Ceyran Batan gölünün panoramasını. Baxın, gecə indi başlamışdır, oradan bir dənə göstərək. Bax, belə deyək də, bax buradan ayrılsa, buradan bir dənə qapı açılsa, keçsə o tərəfə, burada olacaq bir dənə qonaq bura olacaq spalni, hamam, tualet, burada koridordur, qapı ilə keçdik, gəlin bura zəhmət olmasa. Bir dənə göstər. Ora oldu belə. Bax, burada, bu hissədə. Baxın, hörmətli izləyici, buradan kəsilir. Buradan kəsiləndə balkon da bölmə yolda. Balkon, bax, buradan düz ora kimidir. 7 metrəlik balkon. Bölündən sonra, bax, burada həmin dediyimi qapı açılanda. Bura olur bizdə mətbəx, studiya, qapı buradan olacaq. Bir dənə xudmani mətbəx, burada qəşəng bir oturub durmağa yer. Və bax, bu hissədən bu yana olur, düşür, bu birisi mənzil, 3 otaqlıya. Burada, yəni ki, kanalizasiya üçün xəttlər də var. Bu kanalizasiya xəttlərinin yerində bura bir dənə mətbəx deyirsən, bura olur mətbəx, studiya, bura olur. Bax, bu hissə olur, mətbəx, studiya, bir dənə göstərim zəhmət olmasa. Bu hissə mətbəx, studiya olanda burada oturmaq üçün yer, qəşəng. Amma belə deyək də, bura o qədər xərc qoyulur. Bax, bu divarlar var, dediyim kimi. Bax, görürsünüz, bax, bunlar da təmiz, şabalı ağacındandır. Bax, naxışlarınızdan hamısı seçilib, yəni ki, bir günün işi deyil. Aylarla bura zəhmət qoyulubdur. Bax, bunlar hamısı əl işi ilə, bax, bir, bax, seçilib, bax, o daşlar da görürsünüz, rəhlərinə kimi hamısı dizayn tərəfindən seçilibdir, vurulub. Dediyim kimi, pol da mərmərdir. Bir dənə birləşik yoxdur şlanklarda, yəni ki, kollektor sistemi də burada yıxılıbdır. Bax, burada da əlavə işıqlar da var, istəsəz kamini də qoşmağa. Hər şey nəzərə tutulub da. Amma ev sahibi buranı elə dedi ki, mən belə özüm üçün eləmişdim. Bura istəyirdi bilyard, stol olsun. Bax, belə də qəşəng. Prosta mebelləri zaten yığışdırdılar, apardılar. Yəni ki, satışa çıxdığı üçün. Belə deyək də, gəlirsiniz, baxırsınız, 220 kvadrat metrdir. Xırdalında düz mərkəzdədir, parkın yanındadır. 22 mərtəbəli binanın 19-cu mərtəbəsindədir. 2 sürətlilik var. Məhəllənin qabağında maşın saxlamaq üçün. Stayankası da var özünün. Qiymət də 350 min manatdır. Yəni ki, bu qiymətə, belə deyək də, bugünkü gün dəyər. Yəni ki, superdir, əladır. Yəni ki, bu bazardayıq deyə ona görə deyirəm ki, bu qiymətə dəyər. Keçən il 340 min verirlər bu mənzilə, sahibi vermədi. Yəni ki, maraqlana da bilərsiniz. Binada bir şeydir deyə kupça da almaq olur. Yəni, alqı-satqıdan sonra kupça almaq istəsəz, ona da köməkli eləyərik, kupça da alarsınız. Gəlirsiniz, baxırsınız, əlaqə nömrəsi profildədir, zəng eləyirsiniz. Kim alsa Allah xeyrin versin, hər kəsin evi olsun. Hələlik bu qədər, sağ olun.